Axşamınız xeyir olsun, əziz və dəyərli kitab sevərlər, dəyərli tələbələr, əziz yoldaşlar. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Təyin etdiyimiz kimi psixospiritual inkişaf və 100 məqam mövzusun bu günləri ilk məqamından danışacağıq. Özünüzün də təyin etdiyiniz üzərə və bilirsiniz ki, öncəki kitab mütaliələrimizdən biraz bu fərqlənəcək. Çünki hələ də bizim dərs materialımız və ya kitab materialımız yoxdur. Bu həm də bir növ məsuliyyətdir. Mənim üzərimə ki, bir tərəflidir bu görüşlər. Amma hər nə olursa olsun, hər bir işdə, hər bir qərarda xeyir var, xüsusilə də belə bir qərarda. Niyə görə belə bir qərarda? Çünki addım atmışıq özümüzə doğru hərəkət, özümüzə doğru yönəlmək. Lakin burada belə bir qaranlıq bir şey qalmayacaq. Çünki zaten bu şeyləri bizim fitrətimiz və bizim qəlbimiz bilən mövzulardır. Sadəcə burada bir növ xatırlayacaq bunları. Eyni zamanda əlaqələndirəcək müasir elmi psixoloji mövzularla, hansı ki bir çox insana quru gəlir, ruhsuz və cansız gəlir. Eyni zamanda əlimizdə olan klassik irfani mənbələr ki, bəzən əlimiz çatmır, bəzən fəhmimiz yetişmir, dərkimiz yetişmir. İstəyirik ki, burada həm fəhm edək, həm də ona ruh və can vermiş olaq. Bütün bu müqəddimaları etdim ona görə ki, bizim ilk giriş mövzumuz olmuşdu. Əgər dinləməyən yoldaşlar varsa, həmin ilk görüşümüzü dinləyə bilərlər. Və kitabla bağlı, bir növ müqəddiməsi ilə bağlı olan mövzuları biz orada vurğulamışdıq. Qeyd etmişdik ki, bu kitab olacaq mövzu, əgər Rəbbim fürsət verərsə, Şeyx Əbdullah Ənsarinin rəhmətullah əleyhin Mənazilus Sairin kitabına bir növ yeni baxış, yeni nəfəs verməkdir. Həm də Azərbaycan dilli oxucular üçün əl çatan olsun bu mövzular və həmçinin də elmi psixologiya ilə üst-üstə düşsün. Şeyx Ənsarinin bəyan etdiyi ilk mövzu adı tövbədir. Tövbə nədir? Tövbə özünü inkişaf etdirmək deyil sadəcə və ya potensiallarımızı artırmaq da deyil və ya daha yaxşı versiya olmaq da deyil və yaxud da hər hansısa bir nöqtəyə gəlib çatmaq deyil. Tövbə bir növ qayıdışdır. Sanki biz insan olaraq bir yol gedirik, hər birimiz, aqil olaraq mən, tək-tək hər birimiz bir yol gedirik və bu yolun hər hansı xəttindəsənsə, hər hansı məsafəsindəsənsə, olduğun yerdən qayıda bilməkdir. Çünki dünya xüsusiyyəti, dünya xarakteri bundan ibarətdir ki, biz heç vaxt meyl bir mənəviyyət yoxumuzdur. Həmişə meyl bir heyvaniyyət varımızdır. Yəni heyvani xüsusiyyətlərə doğru meyillik. Bu da dünyanın xarakteri və xüsusiyyətidir. Bu 100 məqam olacaq inşallah, əgər Rəbbim fürsət verərsə, seyr-i süluk, bir növ inkişaf, bir növ özünə qayıdışın birinci addımı qayıtmaqdır. Çünki bu meydan, bu məqam həll olmadan digər qapılar sanki insanın üzünə olduğu kimi açıla bilmir. Tövbə nədir ümumiyyətlə? Tövbə qayıdışdır. Nəyə qayıdışdır? Kimə qayıdışdır? Həqiqətinə qayıdışdır insanın. Biz davamlı olaraq qeyd elədiyim kimi bu dünyanın da xasiyyəti, xüsusiyyəti budur ki, bizim qayıdışa ehtiyacımız var, tövbəyə ehtiyacımız var. Şeyx Ənsari öz dövrünün hal-hazırda qəbri Əfqanistanın Hərat şəhərindədir. Pak ziyarətgahı 1006-1086-cı illərdə yaşayıb, yaradıb. Təsadüfi deyil ki, üzərindən 1000 il keçir. Və bu 1000 il keçməsinə baxmayaraq bizim ehtiyacımız var ki, bu yolları, çünki aqil insan heç vaxt məsələn velosiped ixtira olubsa, təzədən velosipedin ixtirası necə olursa, bunun haqqında baş yormaz. Çünki zaten bu insanlar bu üçün baş yorurlar. Aqil insan gələr bu təcrübədən istifadə eləmək istəyər. Şeyx Ənsari tövbəni bir dünya elmi adlandırır. Deyir ki, tövbə bir dənə elmdir. Necə bir elmdir? Məsələn, fizika, kimya, riyaziyyat, bunlar necə bizim həyatımıza təsir edirsə, deyir ki, bu bir elmdir, elmi zindegani, yəni həyata dair, dünyaya dair bir elmdir. Biz adətən gözləyirik ki, məsələn, qərb dünyası gəlsin, bunu təhlil eləsin və sonra biz gedək düşək onun dalıcan. Ho'oponopono, əgər yoldaşlar psixologiya ilə məşğul olan, spiritual mövzularla, theta healing ilə məşğul olan yoldaşlar əgər tanışlarsa bu sözlə, Ho'oponopono, məsələn, nəyin üzərində qurulub?
4 etirafın üzərində birincisi hələ tövbədir, etirafdır, qayıdışdır. Məsələn, elm bu günləri sübut eləyir ki, şükür etməyin insan orqanizmində nə qədər təsiri var. Bu da həm də bir vəsilə olar bəlkə də həkimlər üçün, psixoloji sahədə araşdırma aparan insanlar üçün ki, gəlib araşdırsınlar ki, ümumiyyətlə tövbənin insan anatomiyasında, insan fiziologiyasında, biologiyasında olan təsirlərin, bunun bizə ehtiyacımız var ki, bir növ araşdırılsın, bizə çatdırılsın. Eynilə şükür mövzusu və ya digər mövzular necə araşdırılıbsa. Deyir ki, elmi zindəqanizm. Yəni bunu öyrənməklə biz edə bilərik iqtisadi məsələlərimizi, mənəvi məsələlərimizi, psixoloji məsələlərimizi, hüquqi məsələlərimizi, yəni bu dünyaya aid olan nə qədər dünyaya aid olan məsələlər var da, bu məsələlərimizi tövbə ilə həll edə bilərik. Bir elmdir və elmi dünyəvidir. Və hikmət-i ayinədir. Ümumiyyətlə, Ənsarinin yazdığı mətin Əfqan lüğəti, qədim fars qrammatikası ilə də deyə, bu günlərdə hətta fars dilli insanlar arasında çətin bilinir. Bir növ inayət istəyir, bir növ dalıcan düşmək istəyir ki, bu mövzular sadələşsin və bizə çatdırılsın. Həm də mənim motivasiyalarımdan biri buydu ki, bu əsəri çevirim öz həmzəbanlarıma, eyni dili bölüşdüyüm insanlara ki, rahat şəkildə fəhm edə bilsinlər bunu. Hikmət-i ayinə buna deyirlər ki, Ənsarinin təsəvvüründə Allahı bənzədir qəlbi aynaya, güzgüyə yəni. O güzgü əgər qubar basırsa, o güzgünün üzəri pərdə tutursa, onun yansıması yaxşı olmaz. Deyir, tövbə bir növ seyqəl çəkər, süngəl çəkər, bir növ əski çəkər, həmin o qubar tutmuş güzgünü təmizləyər. Daha sonra deyir ki, umidi şəfidir. Umidi şəfi yəni şəfa verən, şəfaət edən ümidlərdəndir. Bir ədalət qanunu var bu həyatda, yəni hər şey nəzm üzərindədir. Bir də şəfaət qanunu var ki, bu da lütf prinsipi üzərindədir. Deyir, əgər sən tövbədən istifadə edə bilsən, ədalət budur ki, haqqı yerinə yetirər, haqqı səvrərlər. Məsələn, çörək növbəsinə dayanmısansa, gözləməlisən növbən gəlib çatsın, sən o şeyi əldə edəsən. Bir növ ədalətdir də. Şəfaət isə budur ki, lütf prinsipinə əsasən, səni məsələn yol verəcəklər arxa qapıdan ki, sən gəl, səninlə ədalətlə rəftar olunmayacaq, şəfaətlə rəftar olunacaq. Tövbə elə bir qapılardandır, elə bir məqamdır. Həmçinin bu görüşlərimiz, bu 100 məqam görüşlərimizin hər biri, biz öncəki görüşlərdə bu haqda vurğuladıq ki, meydan kəlməsindən danışdıq. Meydan bir növ qaba dillərdə hər kəlmənin axırında ümumiyyətlə anla qutarırsa, şəkərdan, dandən, bu zərfliklə qutarırsa, işarə eləyir məsələn şəkərdan, nəməkdan, elədir, nə isə onun içərisində yer tapmasına idi. Biz bunu birinci görüşümüzdə bu haqda danışmışdıq. Bir növ bu hər məqam, hər meydan bir ilahi şərabdır ki, məst olmalısan. Bunu məst eləmək üçün aqil gərək özün tamamilə bütün gərginliklərdən, bütün tələsmələrdən, bütün həyəcanlardan boşlasın, azad etsin, rəha etsin. Sanki sükanın versin bu mövzulara. Bu olacaq birinci addımı. Yəni biz burada həm teorisini öyrənəcəyik, yaxşı tövbədən danışacağıq və yaxud da ikinci, üçüncü ta sona qədər biz bunun teorisini öyrənəcəyik. Bir də qalır bunun praktik əməli. Necə edim, icra edim, necə edim, dadım bunu. Bu mey ki var məst eləyir, necə eləyim bunu məst edə bilim özümü, bunu nuşican edə bilim. Qeyd elədik ki, tövbə nə idi? Tövbə getdiyimiz yolu qayıtmaqdır. Hardasansa bu günləri, kimsənsə fərqi yoxdur, irqindən, dinindən, cinsindən asılı olmayaraq qayıtmaqdır. İnsan çox vaxt irəli getmək istəyir, amma problem ondadır ki, bəzən irəli getdiyini zənn edərək yanlış istiqamətdə sürətlə qaçır. Bu səbəbdən də davamlı olaraq sanki bunu xatırlamalıyıq, davamlı olaraq. Yəni hər an bunu xatırlamalıyıq ki, mən qayıtmalıyam. Əsrlər boyu bu yolu getmiş insanlar, nemətlər əldə etmiş insanlar, o ki, ehdinəs sıratəl müstəqim ki deyirik biz, bizi düzgün yola hidayət et və o yola ki, ənəmtə əleyhim, nemət əldə eləyiblər, nemət bəxş eləyiblər. O neməti əldə etmiş insanlar birinci məqam bunda bilirlər ki, davamlı olaraq qayıtmaq lazımdır, dönüş etmək lazımdır, istiğfar etmək lazımdır. İnsan dəyişməyə hardan başlayır? Daha çox biləndə, daha çox oxuyanda və yaxud da daha çox texnikaları, mexanizmləri biləndə? Yox, insan daha çox geri dönməyi
xatırlayanda və geri dönəndə başlayır inkişafı. Və bu inkişaf üçün tövbətən ilallah və tubu nəsuhən gətirir. Nəsuh tövbədən danışır. Bu nəsuh tövbə, yəni dönün Allaha, qayıdın həqiqətinizə. Allah yəni sənin həqiqətin. O dərgaha yüksəl. O dərgah nəsuh olmalıdır tövbə. Bu nəsuh haqqında da bir neçə hekayələr var. Hekayələrdən də biri budur ki, bir oğlan var idi. Simasından biraz xanıma bənzəyirdi deyə, qabaqlar hamamlar ümumi hamamlar idi də. Gedib xanımlar hamamında bir də orada fəaliyyət göstərirdi, həm də pisi də gəlmirdi, yəni orada tamaşa eləyirdi qadınlara. Bir gün o dövrün şahzadəsimi, kraliçasımı, axır ki, hər nə öz cəvahirini itirir həmin hamamda və əmr verilir ki, gəzsinlər bir-bir. Düşsünlər bütün orada olan xidmətçiləri və üstün gəzsinlər. Bir hekayəsi buradan gəlir, həmin o nəsuh. Adı nəsuh olur yəni. Oğurluqdur da, bir növ yalandır, bir növ oğurluqdur ki, aid olmadığın yerdə olursan. Orada qəlbən qayıtmaq istəyir, qəlbən tövbə edir və adı da qalır tövbə nəsuhun tövbəsi. Bu misal olsundur ki, o dar ağacında olan ki var, bu dar ağacı da illah da deyil ki, biz dar ağacını təcrübə etmiş olarıq. Hər birimizin həyatında dərin peşmançılıq çəkdiyimiz bir hal olub. Məsələn, bunun üstü açılsa mənim abrım gələcək, biabır olacağam. Bunun üstü alsa mənim canım, malım təhlükəyə düşəcəyim bir qorxusu düşür canımıza. Və o yerdə qəlbən bir iltimas eləyir ki, ilahi üzə çıxmayaydı bu. Elədir? Bu olur bir növ həmin o qayıdış, həmin o tövbə. Bu qayıdış sadəcə teorik deyil, sadəcə bilmək üçün çağırış deyil. Bu psixoloji və ekzistensial bir dönüş olmalıdır. Yəni varoluş, yəni həyata keçirilə bilən, icra oluna bilən insan nəyə qayıdır? Öz fitrətinə, öz həqiqətinə, öz daxili kompasına. Bizim təlimlərimizdə iştirak edən yoldaşlar bu kompas kəlməsini bilirlər. Daxili kompasına qayıtmaqdır. İnsan nə vaxt tövbəyə ehtiyac duyur? Yanlış yolda olanda yox ki. Bəzən bir çox olar biz yanlış yolda yox. Amma biz tövbə haqqında da fikirləşmirik. O zaman tövbə haqqında düşünür ki, yanlış yolda olduğunu dərk etdikdə, insan dərk eləsin ki, bayaq müqəddimədə qeyd etdiyim kimi bu dünyanın xarakter və xüsusiyyəti budur ki, bizi davamlı olaraq meylləndirmir kamala doğru, meylləndirmir mənəviyyata doğru. Eynilə bütün sizdən başqa, məndən başqa olan əşyalar kimi, canlılar kimi təbiətə baxsanız, təbiəti öz başına qoyğunan, bir evi öz başına qoyğunan, heç vaxt gəlib görməyəcəksən ki, hər şey çiçək kimi olub. Gəlib görəcəksən ki, hər şey çiftlənib, toz basıb, bağdısa alaq basıb, elədir. Dünya buna meyillidir. Dünyanın xarakter və xüsusiyyəti deyil ki, əl-ələ versin və səni, mənəviyyatı davamlı sənə xatırlatsın. Lakin dövrümüz xüsusilə də bu son 10 ildə, 20 ildə sanki kainat özü istəyir ki, insanlara mənəviyyatı daha çox xatırlatsın. Yəni mən mütaliələrimdə, həm tarixi mütaliələrimdə, həm izlədiklərimdə bunu aydın şəkildə görə bilirəm ki, sanki dövrümüz bir sıçrayış yaşadır insanlara. Xüsusilə də məsələn 2019-cu ildə korona dövründə insanlar daxilə və özünə dönüşü, mənəvi ehtiyacı hiss eləyirlər. Yəqin ki, tək-təkiniz bunu etiraf eləyərsiniz. Məsələn, dönüş nöqtəsi oldu mənim həyatımda və sanki özümdə bir acılıq hiss eləyirəm bu mənəviyyata dair. Bunu ətrafınızda da eşidirsiniz. Hətta bu sosial medialar, fəsad nə qədər artmağına baxmayaraq, amma ən çox, tarix boyu ən çox eşitdiyimiz mövzular budur ki, insanların mənəvi ehtiyacının hiss etdiyi dövrdə yaşayırıq biz. Və biz birinci görüşümüzdə də vurğuladıq ki, tarix boyu insanlar bu mənəvi axtarış dalıcandılar. Okey, biz qeyd elədik ki, insan yanlış yolda olduğunu dərk etdikdə tövbəyə ehtiyac duyur. Çünki insan uzun illər yanlış istiqamətdə yaşaya bilir və buna normal həyatda deyə bilər. Amma bir an gəlir ki, daxildən bir səs oyanır. Psixologiyada buna insight deyilir, irfan elmində buna intibah deyilir, intibah dövrü. O ana qədər insan sadəcə yaşayır, sadəcə nəfəs alır, o andan sonra isə insan oyanır. Bu oyanış dövrü. Ənsarinin bənzətməsində, orijinal mətnində bir işarə də var idi bununla bağlı. Deyirdi ki, zikr darudur, tövbə tiryaqdır və ya təryaqdır. Mən qeyd eləyəcəm. Deyir, zikr etmək darudur. Daru yəni nədir? Daru yəni dərman. Amma tövbə təryaqdır. Bir tiryak var, hansı ki, bu məst eləmək üçün istifadə edilir tiryak. Bir də təryaq. Təryaq fərqlidir. Bu tibbi sünnəti də, tibbi İslami ilə məşğul olan insanlar bilirlər ki,
Hər xəstəliyin özünə məxsus dərmanı var. Yəni hər qızması olana eyni dərman verməzlər. Lakin bir sıra təryaqlar var, sanki bir sıra dərmanlar var ki, buna antidot adda verirlər buna müasir elmi dillə desək. Antidot bundan ibarətdir ki, sanki padzəhərdir, sanki antivirusdur, sanki elə bir məlhəmdir ki, fərqi yoxdur kim olur olsun və nə xəstəlik yollu olsun. O zəhər içində iltihabı olan hər xəstəyə düşən bir şeyə deyirlər təryaq. Ənsari bunu bu cür adlandırır. Deyir fərqi yoxdur, sənin təbin gərm olsun, isti təbin olsun, soyuq təbin olsun. 4 insan təbi var da tibbi sünnətiyə görə. Hansı təbdə olursansa ol, fərqi yoxdur. Zikir belədir ki, dua kimidir. Yəni hər şeyin özünə məxsus bir duası var. Lakin tövbə sanki elə bir açardır ki, bütün qıfıllara düşür. Belə desək daha, yəni məqsədimi də çatdırmış olaram sizə. Zəhərlənmiş hər ruh üçün verilən ilk doğru maddədir. Zəhər hələ də qandadırsa, o insana üst-üstə vitamin verməyin, o üst-üstə nə bilim xüsusi bir dərman verməyin faydası və mənası yoxdur. Əvvəl həmin o antidotu vermək lazımdır, həmin o padzəhəri vermək lazımdır ki, bu da tövbədir. Ondan sonra digər məsələlərə. Lakin bunun üçün bizə Şeyx Ənsari struktur verir. Bizi sağ olsun başlı başına buraxmır. Bunu bölür bilsin ərkan və növlərə, yəni rükunlara və növlərə. Yəni bir növ Şeyx Ənsari bunu tövbəni romantik bir his kimi, emosional boşalma kimi təqdim etmir. Buna bir struktur verir. Çünki dəyişiklik struktur olmadan davamlı olmur. Bizə göstərir ki, 3 növ ümumiyyətlə tövbə var. Birincisi qəlbdə olan tövbədir. Bu sadəcə üzüldüm demək deyil. Psixoloji baxımdan da dərin bir peşmanlıqdır. Yəni qəlbdə olan, emosional olaraq içində hiss elədiyin bir peşmanlıq. İnsan öz dəyəri ilə davranışı arasında yaranan kəskin ziddiyyətin dərk eləyir. Yəni mənim davranışım arasında, mənim dəyərlərim arasında yaranmış kəskin bir ziddiyyət var, uyğunsuzluqlar var. Bu anda insanın içindən mən başqasına yox, əslində özümə zərər verirəm. Bu mərhələdə olmadan, bu mərhələyə çatmadan, yəni qəlbi peşmançılıq olmadan sadəcə qorxu reaksiyasıdır. Qəlbi sirkələməyən peşmanlıq dəyişmir insanı. Birinci deməli olduğu qəlbdə olan. İkinci dildə üzr istəməkdir. Yəni sadəcə bu deyil ki, mən peşman oldum, yox. Onu dilə gətirmək lazımdır. Yəni bunu sən ağız əzəllərindən, dilinlə ifadə eləməlisən. Bir növ psixologiyada bunu daxili vəziyyətin simvolik xaricə çıxartmasıdır. Sözlə ifadə olunmayan peşmanlıq çox vaxt hələ daxildə qalır. Elə ki biz o sözlə onu ifadə edə bildik, verballaşdıra bildik, onu səs tellərimizlə, qulaq əzəllərimizlə də o dediyimizi eşidə bildik, o zaman olur dildə olan üzr. Üçüncüdə olur əməldə peşmançılıq və yaxud da əməldə kəsmək. Yəni mən qəlbən dərk elədiyim, dilimdə də etiraf elədiyim, əməlimdə də onu göstərməliyəm. Amma yəni bir növ peşman oldum, amma davranışı hələ dəyişmirəmsə, insan tövbə etmir. Sadəcə özün rahatladır bir növ. Sanki özün emosional olaraq boşaltmış olur. Buna görə də tövbə davamlı olaraq həyata keçməlidir. Çünki davamlı olaraq həyata keçməsə, əməli prosesə, əməli peşmançılığa gəlib xətm olmasa, müvəqqəti yüngülləşmə daşıyacaq insanda və köklü dəyişiklik gətirməyəcək. Daha sonra 3 növə bölür ümumiyyətlə bunu. Özünü yaxşı əməl sahibi görmək birincisi müti tövbəsi, mütilərin tövbəsi. Müti yəni itaətkarların. Yəni bir növ sizlərin, bizlərin, möminlərə aiddir bu, mömin və möminlərə aiddir. İtaətkarların tövbəsi. İkincisi üsyankarların tövbəsidir. Üçüncüsü də ariflərin tövbəsidir. Və hər birinə də 3 növ biz izah verə bilərik, 3 növ baxış verə bilərik. Ki adətən özünü yaxşı əməl sahibi görməkdir. Məsələn, itaətkarın tövbəsində budur ki, mən bir yaxşı iş görmüşəmsə ki, mənim özümdə də olub bu. Məsələn, yerə zibil atıblar, hərəsə təbiət qoynuna getmişəm, özümlə bir salafan götürərdim ki, bu butulkadır, nə bilim salfetkadır, siqaret çokudur atıblarsa, onları yığam. Hər dəfə yığanda başlayırım gileylənməyə, başlayırım deyinməyə ki, nə qanmaz adamlardır, gəliblər təbiətin qoynuna, zirzibil eləyiblər, gediblər. Elədir? Bir növ öz əməlimi, əlamətləri budur da, özünü yaxşı əməl sahibi kimi görmək, başqalarını yuxarıdan aşağı görmək, öz qüsuru görməmək. Ki bu da adətən psixoloji cəhətdən və yaxud da mənəvi cəhətdən narsizm yaradır insanda. İnsan zahirdə doğru yolda olduğunu görür, amma daxilən mərkəzdə özünü, yəni hadisənin mərkəzində özün görmür, özün itirir. Davamlı olaraq şəhadət barmağı ancaq başqalarının islah eləməkdə lazım olur. Bu oldu
itaətkarların həddindən artıq öz itaətin, öz yaxşı əməlin yüksək görmək. Yaxşı, asilərin tövbəsi, adətən asilərin tövbəsi daha qəşəngdir. Çünki asilər o bayaq dediyim o itaətkarlar kimi özləri ilə öyünmürlər ki. Onlar yenə də bu cəhətdən yaxşıdırlar. Amma onların səhv etdiyi, yəni onlar üçün lazım olan məsələlər nədir və yaxud da problemlər harda görünə bilər? Adətən bunlar günahı kiçik görürlər və ya Allah bağışlayandır deyib məsuliyyətdən qaçmaqdır. Yəni özün əffə layiq görür. Mən eləmişəm, nə olsun, eləmişəm. Səhv eləmişəm, bağışla deyəcəm. Günahda israr etmək yaradır. Yəni günahda rahatlaşma yaradır və pis yollarla ülfət yaradır. Yaxşı, bunları biləndən sonra insan, məsələn, hər hansısa bir asılılığı var insanın. Bu asılılıqda sadəcə içki, narkotik deyil. Məsələn, telefon asılılığıdır, məsələn, aşırı yemək asılılığıdır, məsələn, başqalarına davamlı olaraq müdaxilə etmə asılılığıdır. Asılılıq hər şeyin asılılığı var, elədir? Yəni sərhədlərin tanımamaq və başqalarının sərhəddinə hörmət eləməmək. Bütün bunların hamısında bilməlidir ki, harda olduğun, hansı yerində olduğun. Pis yoldaşlarla ülfət etmək incə bir nöqtədir. Biz adətən elə bilirik ki, mən artıq belə deyək də bu işləri görmürəm, amma o insanlarla oturub durmaqdan belə mən ziyan ala bilərəm, bundan belə tövbə etməliyəm. Bəzən bu pis yoldaşlar hətta məkandır, hətta olduğun şəhərdir, olduğun yerdir. Kimdən oturub durursan, kimdən həmsöhbət olursan, kimin dərdinə qulaq asırsan, kimdən dərd danışırsan. Yəni illah da deyil də, məsələn, bəylərimiz tutaq ki, bu günləri içki içmirlər və yaxud da hər hansı narkotik istifadə eləmirlər. Deyir, mən tövbə eləmişəm və yaxud da heç eləməmişəm. Ancaq o insanlarla oturub durur. Yəni onlardan ülfəti var hələ də, onlardan yaxınlığı var hələ də. Nə ilə yaxınlığımız varsa, bundan da tövbə etməliyik. Bir də oldu arifin tövbəsi. Bu ariflərdə də məmnuniyyəti unutmaqdır. Yəni özünə qarşı xorlayıcı baxışı kənara qoymaq, halına qiymət vermək, mənəvi yaxınlıq sevincinə qapılıb məqam və yaxud da məqamdan düşünmək. Bir növ məniyyətə qapılmaq. Yəni özünə qarşı zorlayıcı münasibətləri buraxır, başlayır halına dəyər verməyə. Bir növ bu da neməti unutmağa səbəb olur. Yəni mən etdiyim, mən qazandım, mən oldum, mən elədiyim məniyyətə qapılır. Bu məniyyətə qapılmaq da insanı kör edən amillərdən biridir. Bu məniyyət dediyimiz artıq mən bu körpü ilə qalxdım, mən bu pilləkənlə qalxdım, bu pilləkənə ehtiyacım yoxdur kimi. Biz burada qeyd eləmişdik ki, bir mövzunun üzərində fərqli baxışlar da gətirəcəyik. Məsələn, Şeyx Qəzali bizim klassik həm alim, həm fəqihlərimizdəndir. Tövbəni 3 mərhələ ilə izah edir. Bir elmi, bir hal, bir də əməl. Yəni günahın zərərini anlamaq, bu tutduğum yol, bu elədiyim hərəkət, bunu dərk elədim. İkincisi, hal, dərin peşmançılıqdır. Yəni sən onu emosional olaraq yaşayırsan. Bu ikisi arasında fərq var. Məsələn, hal-hazırda siz bir dua eləyə bilərsiniz. Bu duanı bir var zehnindən eləyərsən. Yəni burada fikir olaraq duanı keçirəsən. Elə eləyin, mənə qulaq asarsa bir dua eləyin özünüz üçün. Bir dua eləyirsən zehnindən, hər hansısa bir zikr eləyirsən, hər hansısa bir istək eləyirsən zehnindən. Sonra onu gətir qəlbinə elə. Qəlb dediyim, yəni həmin o hisslərinlə, emosiyalarla elə. Dərin halla elə. Eləyə bildiniz? Əgər eləyə bildinizsə, bunların fərqini biləcəksiniz ki, elmlə və halın arasında bir fərq var. Və bundan sonra üçüncüsü də əməldədir. Yəni tərk etməyin qərarıdır, icra olunmaqdır. Praktika və həyata keçirməkdir. Sadəcə dildə və sadəcə qəlbdə və emosiyada deyil, mən davranışlarımla da bunu göstərməyimdir. Haris əl-Mühasibi, hələ ən klassik bizim irfan ustadlarımızdan öz adı ilə də elə texnikası və ya da anlayışı bizə öz əsərlərində gəlib çatıb, mühasibə üsulundadır. Yəni davamlı olaraq özünlə üzləşməlisən, özü hesaba çəkməlisən. Bir növ mühasibi deyirdi ki, Haris əl-Mühasibi, tövbə qaçmaq deyil, üzləşməkdir. İnsan öz içində məhkəmə qurur, amma məqsəd cəza vermək deyil. Məqsəd aydınlıqdır, məqsəd oyandırmaqdır. Məqsəd agahlığa çatmaqdır. Nəinki özümü günahkarlandırım və özümə cəza verim. Yəni bu məhkəmənin prinsipi özünü günahkarlıq modunda saxlamaq üçün deyil, özünə aydınlıq və işıq bəxş etmək üçündür. Bəyazıd Bistami deyirdi ki, ən təhlükəli pərdə insanın özünü mərkəzə qoyması, yəni hətta mən tövbə etdim cümləsi belə əgər egonu böyüdürsə,
bir növ o da belə tövbə yarada bilər. Yəni Bəyazıd Bəstami biraz daha aqressiv yanaşma ilə yanaşırdı insanın davranışlarına ki, bütün feiliyyətlərin faili sənin Rəbbin olmalıdır. Özünə xitab etməməlisən. Yəni hətta buna görə belə tövbə etməlisən, qayıtmalısan. Şeyx-i İşraq və ya Sohrəvərdi, İşraq xətti nura istiqamətləndirirdi bunu və vurğulayırdı ki, tövbəni qaranlıqdan qaçmaq kimi deyil, işığa yönəlməkdir, nura yönəlmək kimi izah eləyirdi. Bir növ sən davamlı olaraq sanki bu getdiyin yolu baxıb davamlı gözün bunda gəzir ki, görüm işıq hardan yanır, ona tərəf yönəlim. Biz ki qeyd elədik, tövbə hər hansısa bir nöqtə deyil ki, mən o nöqtəyə gedim çatım. Tövbə bir yoldur. Biz davamlı olaraq bu dünyanın xarakteri və xüsusiyyətinə uyğun olaraq yoldan çıxırıq deyə hər hansısa səbəblərdən, milyonlarla səbəb var buna. Bunun yeganə yolu tövbə ilə qayıtmaqdır. Müasir psixologiyada Carl Gustav Jung kölgə ilə üzləşmə adlandırırdı bunu. Ki insan inkar etdiyi tərəfi qəbul etdikcə dəyişmir əslində. Tövbə bu baxımdan dürüstlük aktıdır. Deyirdi ki, o ki inkar etdiyin tərəflər var, o tərəfləri qəbul etdikcə kölgə tərəfinə baxış bucağı verir sənə. Səndə dürüstlük yaradır. Yəni sabahları davranışlarının arxasında olanları başqalarına ittiham eləmirsən. Və Viktor Frankl'ə görə keçmişə məna verməkdir. Yəni keçmiş silinmir, amma yenidən çərçivəyə salına bilər. Bu həm də insanın azadlığını bərpa eləyir. Rolli May eksistensial psixologiyanın banislərindən hesab olunur. Buyurur ki, tövbə bir növ məsuliyyəti qəbul etməkdir. İnsan başqa cür seçim edə bilmir. Yəni o dediyi anda dəyişməyə başlamaq üçün insan öz ixtiyar çərçivəsini tanıya bilir. O insan ki ixtiyar çərçivəsini tanıya bildi, məsuliyyətlərini də rahat görə bilir və rahat qəbul eləyə bilir. Yaxşı, tövbə niyə başlanğıcıdır? Çünki tövbə özünə qarşı olan ən yüksək dürüstlükdür. Ən yüksək həqiqətdir. Dəyişmək, dönüşmək, aydınlanmaq və agah olmaq irəli qaçmaqla deyil, səhv istiqamətdən geri dönməklə başlayır. Rəbbimə təmənna edirəm, bizə gediş dönüş etməyin agahlığın və dərkin bəxş etsin. Və etiraf edə bilək ən azı hər gün. Özümüz üçün praktik olaraq saatlar təyin eləyək. Hər günün məsələn 5 dəqiqəsini, 10 dəqiqəsini özümüz üçün praktik edək. Səbəbli və səbəbsiz fərqi yoxdur. Ola bilər, deyəsiniz ki, mən nədən tövbə edirəm? Qeyd elədiyim kimi, itaətimizsin, arif iksə arifçiliyimiz üçün, üsyankarıqsa, günahkarıqsa, günahkarlığımız üçün, harda yoxsa o üçün. Və bu meydanın meyin içmək, bu meydanın məsti olmaq bizi digər məqamlara və meydanları da dərk etməyi və əməl etməyi və digər meydanlara da daxil olmağın, o məqamlara yetişməyin qapısını açır bizim üçün. İlahi tövbə edirik bütün yaxşı bilib əməl etdiyim işlər üçün. İlahi tövbə edirəm qəlbin qırdığım, incitdiyim insanlar üçün. İlahi tövbə edirik davamlı olaraq səni xatırlaya bilmədiyimiz üçün. İlahi tövbə edirik dilimlə, gözümlə, qulağımla, əllərimlə, ayağımla sənin yolunda xidmət etmədiyim üçün. İlahi tövbə edirəm və qayıdıram sənin şəfaətindən bəhrələnmək üçün. İlahi tövbə edib qayıdıram çünki ən dürüst etiraf budur. Günahkaram, bilərək və bilməyərək. Gizlini və aşkarı bilən sənsən. Aşkarda başqalarının gözü önündə rahat şəkildə maskalana bilirəm. Amma gizlində ki, məni başqaları görmür, rahat şəkildə riya edirəm, ücb edirəm, maskalanıram və rahat şəkildə ayaqlarımı həddindən artıq uzada bilirəm. Öz həddimi aşa bilirəm, təcavüzkar ola bilirəm, zinakar ola bilirəm, xəyanətkar ola bilirəm. İlahi, hər birinə görə sənə etiraf edirəm və səndən bağışlanmaq diləyirəm. Qayıtmaq istəyirəm bu getdiyim yolu, dönmək istəyirəm sənə tərəf. Dönmək istəyirəm o yola ki, nimət bəxş etmisən. Dönmək istəyirəm ona görə ki, dönməmək kimi bir şansım yoxdur. Dönməməyim cəhalətdir, dönməməyim nadanlıqdır. Dönmək istəyirəm ona görə ki, sən buyurmusan, nə qədər səhv getsən də, 1000 dəfə, milyon dəfə, qayıt gəl, mənə tövbə kimi bir qapını açıq qoymusan. Rəbbim, sənə təşəkkür edirəm. Belə bir qapını bizim üçün açıq qoyduğun üçün. Tövbə bir şəfadır, elə bir şəfadır ki, qeyd etdiyimiz kimi, elə bir dərmandır ki,
bütün dərdlərimizə, bütün irinlərimizə, bütün qanımızda, ruhumuzda, canımızda olan zəhərlərə şəfadır. Canınıza, ruhunuza şəfa olsun. Bu tövbənin həyatınızın bütün aspektlərində möcüzəsini və faydasını görəsiniz. İstər iqtisadi cəhətdən, istər sağlamlıq cəhətindən, istər münasibət cəhətindən, istər tərbiyə cəhətindən, həyatımıza aid olan bütün aspektlərdə bu tövbəni yoxlaya bilərik, ən azından təcrübə edə bilərik. Təcrübə edə bilərik ki, məsələn, bugün fəqirəmsə, fəqirliyim varsa, maddi sıxıntılarım varsa, bu özü bir yoldan çıxmaq deməkdir. Gəlim tövbə edim bu yola qayıtmağım üçün. Çünki ilahi yol ki, fəqirlik deyil, çətinlik deyil. Tövbə edim. Bəlkə də bilmirəm niyə belə olub. Çünki bəzən o qədər içinə qərq oluruq ki, hətta niyə olduğumu belə bilmirəm. Ülfət qurduğum, ünsiyyət qurduğum insanlar ancaq həmin insanlardır. Gəlim tövbə edim. Yaşadığım yeri zülm basır. Gəlim tövbə eləyim. Birinci özümə götürüm bunu, tövbə eləyim. Niyə mən bunu təcrübə edirəm? Niyə? Bu sualı verim özümə və tövbə edim. Bunu praktik eləyək öz həyatımızda. Dediyim kimi, müxtəlif mövzular üçün bu antivirusu, bu pad-zəhəri özümüzə vuraq, özümüz üçün bir günlər təyin eləyək ki, hər gün bunu zikr eləyək və ya tətbiq eləyək həm dildə, həm qəlbdə, həm də əməldə. Bu həftəmizin adı olsun tövbə həftəsi. Yəni görək bu həftə ərzində biz tövbəni dildə, qəlbdə və əməldə icra etdikcə, bir həftənin sonunda mənim həyatımın müxtəlif cəhətlərində hansı təsirlərin, hansı möcüzələrin göstərəcək. Tövbələrim və tövbələriniz qəbul olsun. Təşəkkür edirəm burada olduğunuz üçün, təşəkkür edirəm dinlədiyiniz üçün və təşəkkür edirəm paylaşaraq daha çox insanların faydalanmasına kömək olduğunuz üçün. Təşəkkür edirəm, gecəniz və gündüzünüz xeyrə qarşı. Allah'a emanet olun.